Çəkisi, çəkisiz zincdən açılmış cisimlər tarazlıqdadır. İpdə yaranan gərilmə qüvvəsini tapın. Baxın uşaqlar bura, tarazlıqdadır. Bizə ipdəki gərilmə qüvvəsini tapmalıyıq. Nə demişdik? Deyirdik ki, lazım olmayan nədirsə onun altına dayaq qoyuruq. Bax, dayağı buradan qoyuram uşaqlar. Dayağı hansının altına qoyuruqsa, həmin o cisimi çəkisi sıfırlanır. Bax, tutaq ki, bu bir P-yə malikdir, P çəkiyə. Bunu sıfırladıq. Bu lazım deyil daha işimizə. İndi bu 4 kiloqramlıq cisimə yenə doğru dartır bunu saat əqrəbinin əksinə. Bəs TH yenə fırlamağa çalışır saat əqrəbi istiqamətində. Tarazlıqda qalması üçün saat əqrəbi istiqamətində fırladan qüvvə momentləri saat əqrəbinin əksinə bərabər olmalıdır. İndi uşaqlar, bax bu gərilmə qüvvəsinin qolu neçədir? Bax buradan bura qədər olan məsafədə neçədir? 2-dir. Bəs 4 kiloqramlığın qolu nə qədərdir uşaqlar? O da dayaqdan bura qədər olan məsafədir. Buradan bura neçə olacaq uşaqlar? 5 metr. Problemimiz yoxdur. Buna aşağı doğru neçə newton dartır uşaqlar? MG də, yəni 4 vurulsun 10. 40 newton dartır. İndi 40 newton buna ilə fırlamağa çalışır. Saat əqrəbinin əksinə. Onda yazırıq 40 vurulsun onun qolu 5 bərabərdir. T vurulsun. Qolu neçədir uşaqlar? T'nin 2-dir. Onda T bərabərdir 200 bölünsün 2. Bu da olacaq 100 newton. Aydındır? C variantı. 32. Cisim sərbəst düşərək 5 saniyə ərzində yerə çatır. İkinci saniyədəki ani sürəti 5-ci saniyədəki ani sürətinin nisbətini hesablayın. Sərbəst düşür uşaqlar. Sərbəst düşmə zamanı V bərabər nəyə? JT-yə uşaqlar. İndi ikinci saniyədə deyirsə, bura bir dənə V2 yazaq ki, yəni ikinci saniyədəkini tapırıq da. 10 vuraq neçə uşaqlar? 2. Olacaq 20. 5-ci saniyədəkini tapanda yenə JT yazacağım. 10 vurulsun neçə uşaqlar? 5. Bu da olacaq neçə uşaqlar? 50. İndi bizə deyir ikinci saniyədəkinin 5-ci saniyədəkinə olan nisbəti. Yəni 20 bölünsün neçə? 50. Bu da olacaq uşaqlar 0,4. Başa düşdük? 33. S bölək T surəti verir də uşaqlar. Surət bərabər nəyə? V bərabərdir S bölək T-dir. Aydın oldu mu? Sual yoxdur bura qədər. Xeyr, Evet. müəllim. Müəllim, məndə 25 dənə düzdür. Kimdə? Fərhadda? Bəli. Mən burada çətinsə. Aha, 25. Sonra 34. V bərabərdir 10 plus 5-dir. Qanunla hərəkət edən cismin 2 saniyə ərzindəki yer dəyişməsinin modulunu hesablayın. Uşaqlar, bax, sürətin düsturu nə idi? V bərabər idi. V0 plus AT deyildi. İndi burada Bəli, tək müəllim. duran nəyi göstərir? Surəti. Onda V0-ımız neçədir? 10. Ayımız neçədir uşaqlar? T-nin qarşısında duran. T-nin qarşısında neçə durub? 5. Ayımız da 5-dir. S bərabərdir. Yeniləşən hərəkət. Hər ikisi müsbətdir uşaqlar. V0T plus nədir? AT kvadratı bölü 2-dir. 2 saniyə ərzindəki yer dəyişməni deyə tapın. V0-ımız 10, vuraq 2, üstə gələk ayımız 5, 5 vuraq 2-nin kvadratı, T-miz 2-dir uşaqlar, bölünsün 2. 20 üstə gələk 10, olacaq neçə? 30. Cavab olur A variantı. Başa düşdünüzmü? 35. F qüvvəsinin təsirlə cisim bərabər sürətlə aşağı doğru dartılırsa. Bu cisim aşağı doğru bərabər sürətlə hərəkət edir uşaqlar və konstantdır. Tamam. Deyək ki, təzyiq qüvvəsi hansı ifadədə təyin olunur? Bax, bu F təzyiqdir. Reaksiya qüvvəsi də budur uşaqlar. Gəlin göstərəyim bunları. Reaksiya qüvvəsi. Digər tərəfdən bu cisim aşağı doğru dartan bir də nə var? MG ağırlıq qüvvəsi. Cisim aşağı doğru hərəkət edirsə, sürtünmə qüvvəsi olacaq uşaqlar yuxarıya. Yoxdur bura qədər sualımız. Xeyr, müəllim. İndi bu bərabər sürətlə hərəkət eləyir. Yuxarı təsir edən qüvvə sürtünmədir. Aşağı doğru təsir edən qüvvələr hansılardır? F ilə mg-dir. Onda nə olacaq uşaqlar? F bərabərdir mg plus Fs bərabərdir mg plus F. Fs-in yerinə müyü Ft yaza bilərikmi uşaqlar? Sürtünmə qüvvəsinin düsturları bunlardır. Müyü n, müyü Ft. Bax bunları yaza bilərsiniz. Müyü Ft bərabərdir mg üstə gələk F. Buradan da alırıq ki, müyü bərabərdir mg plus F bölək. Bizdən nəyi soruşurdu? Ft-ni soruşur, hə.
FT-ni soruşursa gəlin FT-ni tapalım da uşaqlar. FT bərabərdir uşaqlar. MG plus F bölək müyü bax. Dəqiq uşaqlar. Sərgəli yazaq. Müyü. Başa düşdünüz? Bax buradan FT-ni tapdıq da. Müyü keçəcək sağa, düşəcək məxrəcə. Oldu cavab nə uşaqlar? MG plus F bölək müyü. Cavab olur B variantı. Bax kim nə isə başa düşməsə desin. Cisim yerin səthindən yerin radiusunun 3 misli bərabər hündürlüyə qaldırdıqda təsir edən ağırlıq qüvvəsi 50 Newton olmuşdur. Cismi nə qədər yuxarı qaldırmışıq? H bərabərdir 3R. Bəs H hündürlüyündə təsir edən ağırlıq qüvvəsi nə qədər olub uşaqlar? 50 Newton. Bizə deyir cismin kütləsini tapın. Yəni M bərabərdir suala. Uşaqlar, H hündürlüyündə ağırlıq qüvvəsi cismi yerin radiusunu tam misilləri qədər qaldıranda yer səthindəkindən neçə dəfə az olurdu? N plus 1 mötərizə kvadratı. Xatırladıq bu düsturu. H yerin radiusunu tam misilləri olarsa. İndi FH-ımız neçədir? 50. F0-ı bilmirik. MG yazıram F0-ın yerində. Uşaqlar yer səthində ağırlıq qüvvəsi MG ilə tapılır. Tamam. İndi neçə yerə qaldırmışıq? 3 yerə. Bax. Buradakı N, R-in qarşısında duran əmsaldır. 3 üstəgəl onda 1-in nəyi? Kvadrat yazacaq uşaqlar. N-in yerində 3 durub uşaqlar. Vəssalam. Buradan uşaqlar MG-ni tapanda MG bərabər nəyə? 50 vurulsun. 3 üstəgəl 1-in kvadratı neçə eləyir? 16 eləyir də uşaqlar. Vurulsun 16. M nəyə bərabərdir? 50 vuraq 16 bölək J-miz neçədir uşaqlar? J-yə. J də 10-dur. Bu da olacaq uşaqlar 80 kiloqram. Başa düşdünüz? D variantı. Yoxdur problemimiz. Xeyr, müəllim. Mail müstəvi üzərində sürüşdürülən M kütləli cismin üzərində 3 M kütləli cisim qoyularsa, birinci cisimlə səth arasında sürtünmə əmsalı. Uşaqlar, sürtünmə əmsalı nədən asılı idi? Materialın növündən, bir də səthin kələ kötürlüyündən asılı idi da. Bax, biz burada bizim bir dənə mail müstəvimiz var uşaqlar. Gəlin bunu çəkəyim. Aha. Bura bir M kütləli cisim qoymuşuq. Sürüşdürürük bunu. Bunun üzərinə mən gətirib bir dənə də 3M kütləli cisim qoysam, burada uşaqlar sürtünmə əmsalı dəyişməyəcək. Sürtünmə əmsalını dəyişmək üçün bu materialın növünü və yaxud da bu səthin kələ kötürlüyünü dəyişmək lazımdır. Amma belə deyək də, kütləni artırıb azaltmaqla sürtünmə əmsalı dəyişməz. Hə, burada desəydi, məsələn, reaksiya qüvvəsi, sürtünmə qüvvəsi, bunlar necə dəyişər? Onlar dəyişərdi. Reaksiya qüvvəsi üçün yazsam, mg kosinus alfadır uşaqlar. Mən kütləni 3 dəfə artırıramsa, belə deyək də, 3 dəfə artırmam əslində, 4 dəfə artırıram. Məsələn, reaksiya qüvvəsi 4 dəfə artardı. Əvvəl m idi, sonra 3m qoydum, oldu neçə? 4m. Amma sürtünmə əmsalı dəyişmir uşaqlar. Yaxşı. Yadda qalar bu uşaqlar. Deməli, sürtünmə əmsalı nədir? Dəyişməz. Sonra, radiusları R olan iki kürəvi cisim arasındakı məsafə 2R olduqda aralarındakı qravitasiya qarşı təsir qüvvəsinin modulu F olmuşdur. Cisimlər bir-birinə toxunana kimi yaxınlaşdırılarsa, bu qüvvənin modulu neçə F olar? Baxın uşaqlar, radiusları R-dir. İki dənə kürəmiz var. Hər ikisinin radiusu R-dir uşaqlar. R radiuslu kürələrdir. Aralarındakı məsafədə 2R-dir. Bunlar arasındakı cazibə qüvvəsi F bərabərdir. C vurulsun. Kütlələrinə bir M2 deyək buna. Buna da M1 deyək. M1, M2 bölək. Nə qədərdir bunların mərkəzlər arasındakı məsafə uşaqlar? Cazibə qüvvəsi mərkəzlər arası məsafədir. 4R-dir. 4R-in kvadratı neçə edir? 16R kvadrat. F-dir. Buna bir F deyirik. İndi bu kürələri gətirib bir-birinə toxunana qədər yaxınlaşdırırıq uşaqlar. Baxın belə. Yəni bir-birinə toxunduruq da. Aha. Bunun radiusu R. Bunun da radiusu neçədir uşaqlar? Yenə R-dir. Kütləsi M2. Bunun da kütləsi M1. Aralarındakı məsafə nə qədər olacaq bu səfər uşaqlar? 2R olacaq. Problemimiz yoxdur burada. İndi bu zaman bu F1 idi. F2 nəyə bərabərdir uşaqlar? Yenə C vurulsun. M1, M2. Aralarındakı məsafə 2R-dir. Olacaq 4R kvadratı. Baxın, əvvəl necə idi? C vurulsun M1, M2 bölü 16R kvadratı F isə.
İndi nə oldu? C vurulsun M1 M2 bölü 4L kvadratdır. Məxrəc 4 dəfə azalacaq, qiymət neçə dəfə artacaq? 4 dəfə. Olacaq onda 4F. Aydın oldu uşaqlar. Başa düşdünüzmü? Bəli, müəllim. Aha. Bəli. 39. Şaquli asılmış elastik yay vasitəsilə 10 kiloqram kütləli cisim 5 metr saniyə kvadrat tezlə şaquli yuxarı doğru qaldırılırsa. Bax, bu bizim belə deyək uşaqlar yaydır. Buradan 10 kiloqramlıq yük asmışıq və A bərabərdir 5 metr bölü saniyə kvadrat tezlə yuxarı qalxır. Yayın sərtliyi 3 kilonewton bölü metrdir. Yayın uzanmasını soruşur. Uşaqlar, yaydan yük asılanda A təcillə yuxarı qalxanda x bərabər nəyə uşaqlar? mg plus A bölü k. Yəqin ki, bu düsturu bilirik də. Bax, bu buradan gəlirdi. Elastiklik qüvvəsi mg üstəgələ A-dır. Elastiklik qüvvəsinə yenə kx qoyuruq. mg plus A olur. Çıxarışda ehtiyac yoxdur da. Yəqin ki, əvəzləyici qüvvədən çıxır uşaqlar. X də bərabər olur. mg plus m vurulsun g plus A bölü k olur. M'imiz 10'dur. J'imiz də 10'dur uşaqlar. 10 vurulsun. 10 üstə gəlib 5 bölək. Yayın sərtliyi 3 kilonewtondur uşaqlar. Newton bölü metrdir. 3 kilo neçədir? 3000 deməkdir uşaqlar. 1 kilo 1000'dir. 3 vuraq 10 üstü 3 yazıram bura. Uşaqlar 10 üstünü 5 yanında 15. 15 ona vuranda 150. 150 bölünsün 3 vurulsun 10 üstü 3'ə. Baxın, bu 3 ilə 150'yi xısarıyorum. Burada 50 qalır. Buradan da bu sıfırla buradakı sıfırın birini atıram 2 qalır. Yəni 5 bölünsün 10 üstü 2. Bu nə deməkdir? 0,5 metr deməkdir. O da neçə santimdir? 5 santimetr. Yay 5 santim uzanar. Başa düşdük uşaqlar. Bəli, müəllim. Sonra şaquli istiqamətdə yuxarı hərəkət etdirilən 5 km kütləli cisim üçün bir dəqiqə üçün yer dəyişmə zamanı asılıq qrafik vermişdir. Bu müddət ərzində cismin çəkisi nəyə bərabərdir? Şaquli istiqamətdə yuxarı hərəkət etdirilərkən 5 kiloqram kütləli cisim üçün yer dəyişmə zaman qrafiki verilib. V00'dır, J də bərabərdir 10'a. İndi uşaqlar, bu necə hərəkətdir? Bax, cisim şaquli yuxarı doğru hərəkət elətdirilir. Cisim yuxarı doğru hərəkət elətdirir. Amma yavaş hərəkətdir. Deməli, sürət yuxarıdır. Onda təcil aradı uşaqlar aşağıdır da. Yavaş hərəkət olması üçün təcillə sürət əks olmalıdır. Gəlin ilk öncə təcil tapağın uşaqlar. Təcili bu düsturdan tapacaq. V00'dır. AT kvadratı bölü 2'dən. Buradan A'yı tapanda A bərabərdir. 2S bölək nə? T kvadrat olacaq. Aydındır uşaqlar bu. Daha mənfi nəzər almadım da modulca baxdım. 2 vurulsun 10 bölünsün T'imiz neçədir uşaqlar? 2'dir. 2'nin kvadratı. Bu da olacaq 5. Deməli təcil neçədir aşağı doğru? 5. Cismin çəkisi P bərabərdir. Təcil aşağı olanda uşaqlar mg minus A ilə tapılır. Kütlə nə qədərdir? 5. 5 vurulsun 10 çıxılsın uşaqlar 5. Bu da olacaq neçə? 25 Newton. Cavab olur C variantı. Aydındır mı? Sual yoxdur bundan bağlı. Düz yazmışdınız bunu uşaqlar. Bəli, müəllim. Bəli. Mən Aha. düzəltdim. Sonra V xətti sürət T zaman R radiusdur. Bax, bu V, T, buradakı V sürət uşaqlar. 2 pi R. Bizə deyir nəyi verəcək? Uşaqlar, çevrə üzər hərəkətdir da bu. V yerinə 2 pi R N yazmaq olarmı? Vurulsun T. Bölünsün nə? 2 pi R. Bax, bu 2 pi R-lər ixtisarca dəyər nə qalar? N vuraq T. Bəs tezliyin düsturu nədir uşaqlar? N bölək T deyil, vurulsun T. Bu T'lər ixtisarca dəyər nə qalar? N. Dövrlərin sayı olacaq. C variantı. Sonra düşündüyümüz qədər də çətin deyilmiş də. Nə çətindir bu uşaqlar? Hələ ki mən çətinlik görmürəm burada. O mərkəzli çevrədə cisim A nöqtəsindən B nöqtəsinə 2 saniyə gəlir. Onun tezliyini hesablayın. İndi burada bir şey var da uşaqlar. Bizə deməlidir da hansı istiqamətdə hərəkət edir cisim. Tutaq ki, saat əqrəbi istiqamətində hərəkət edir. Çünki saat əqrəbinin əksinə də gələ bilər də bu.
O mərkəzi çevridə A cisim A nöqtəsindən B nöqtəsinə 2 saniyə gəlmişdir. Onun tezliyini hesablayın. Yenə deyirəm, sualın şərtində deməlidir hansı istiqamətləri hərəkət edir. Saat əqrəbi istiqamət ya da saat əqrəbinin əksi. Bunu deməlidir bizə. Nəsə, saat əqrəbi istiqamətləri hərəkət eləsin. T bərabərdir 2 saniyə. Bax, buranın 2 saniyə getdi. Onda hər aralığı neçə saniyə gedir uşaqlar? 2, 2, burada 2 yazdıq. Period neçədir uşaqlar? Bir tam dövrə sərf olunan zamanda. Bax, buradan bura qədər sərf olunan zamanda. Onda period neçədir uşaqlar? 8 saniyədir. Tezlik nəyə bərabərdir bəs? 1 bölək T deyil. Tezlik periodun tərsidir. 1 bölək neçə? 8. 1-i 8-ə bölün neçə düşür uşaqlar? 0 tam. Deməli 10 bölü 8. Mində 125 olacaq uşaqlar. Saniyə üstü -1. Bax, yenə deyirəm uşaqlar, bu bizə şərtdə verməlidir. Saat əqrəbi istiqamətdə, yoxsa saat əqrəbi nəticəsi. Biz saat əqrəbi istiqamətdə götürdük. Buna görə də Y variantı olur cavab. Əksi olsaydı nə səra olacaqdı ki, müəllim? Əksi olsaydı, bax Fidan, bunun əksi olanda belə yazacaqdıq. Qulaq as. Bax, əksi olanda bu qədər hissəni gəlir də 2 saniyəyə. Bax, belə düşün. Bax, bir dəqiqə. Bu 3 dənə hissəni 2 saniyəyə gəlir. Tamam. Onda hər aralığa nə qədər zaman sərf eləyir? Belə deyək də, 3 hissəni 2 saniyə gəlirsə, 3 dənə çevirən 3 dənə hissəsini 2 saniyə gəlibdir. Belə yaza bilərik də, 3-ə 2 saniyə sərf edibsə, 4-ə nə qədər sərf edəcək? T müddəti. Buradan T-yi tapa bilərdik. T bərabərdir 8 bölü 3. Onda tezlik bərabərdir 3-də 8-ə. Yəni başqa sözlə 8-də 3. Aydın oldu? Başa düşdünmü? Bəli, müəllim. Sonra 43. Aşağıda verilənlərdən hansı mərkəzə qaçma təcilinin düsturudur? Uşaqlar, mərkəzə qaçma təcilinin düsturu A bərabərdir omega kvadratı R. Biri budur. Sonra 2 pi n omega olmaz. Bu olsaydı 2 pi n v olsa olardı. Çünki A bərabərdir omega v-dir. Omeganın yerinə 2 pi n burada v qalardı. Bu olmaz deməli uşaqlar. Və yaxud da bu düstur belə ola bilərdi. 2 pi r n omega ola bilərdi. Bu da yoxdur. Məsələn, buna baxıram uşaqlar. Bax, 2 pi r bölək t. Bu bizə nəyi verir? Surəti verir uşaqlar. Surət vurulsun, omega da bizə nəyi verir? Təcili. Deməli 4 dolar. 1 ola bilməz. V kvadratı bölü yerdir. Deməli cavab nə olur? 2 ilə 4. Olacaq C variantı. 44. Newton bölünsün nə uşaqlar? Kilogram. Newton yerinə nə yaza bilərik uşaqlar? Kilogram vuraq metr bölək saniyə kvadratı. Burada kiloqramımız var. Bu kiloqramlar xəsər gedir. Olmaz ki, elə F bölünsün Metr M, bölək o da saniyə kvadratı. yaza bilmərik. Olar. Tamam. Təcili yazdım. Fidan deyir ki, F bölək M. Bəli, olar. Adı belə də yaza bilərik. Tamam Fidan? Olar. Olar. Hər ikisini yaza bilərik. Sonra gəldik bura. 45. Cismə təsir edən qüvvə vektorları verilmişdir. Bu qüvvələrin əvəzləyicisi modulunu hesablayın. Uşaqlar, bax F1 qüvvəmiz budur. F2 də budur. Bunlar arasında qalan bucaq buradırmı? Bura neçədir? 53 dərəcədir. Aydındır? Qüvvələr arasında müəyyən bir bucaq olanda əvəzləyici qüvvəni necə tapırdıq uşaqlar? Paraleloqram qaydasından istifadə edirdik. Bax, əvəzləyici qüvvəmiz bu olacaq. Əvəzləyici qüvvə. Bəs əvəzləyici qüvvə nədədir qiyməti? Kökün altında F1-in kvadratı, üstə gələk F2-in kvadratı, üstə gələk 2F1, F2, kosinus alfa. Kosinus burada, bax, qüvvələrin arasında qalan bucağı götürməlisiniz. Bax, bu bucağı götürməliyik. Neçədir uşaqlar burada? 53 dərəcə. Məsələn, qoyacaq yerinə uşaqlar. F əvəzləyici bərabərdir. F1-imiz neçədir? 4. 4-ün kvadratı üstə gələk 5-in kvadratı üstə gələk 2 vuraq 4 vuraq 5. Kosinus 53-ü də bizə veriblər neçə? 0,6. Vuraq 0,6. Buradan da hesablasaq uşaqlar. 16 üstə gələk 25, üstə gələk 2, 40. 40-ı da 0,6-ya vuranda, 2, 4-ü 8, 5-ə vurdıq 40. Onda 0,6-ya vuranda 24 olur uşaqlar. Bu da kök altda 65 eləyir. Deməli, cavab olur kök altda 65. C variantı. Başa düşdük.
Sonra 46. Avtomobil 450 km yolu 5 saata gedib 4 saata geri qayıtmışdır. Yer dəyişməyə görə orta sürət. Nə yazıbsınız ay uşaqlar bunu? Mən 0 yazmışam, yer Sıfır. dəyişmir. Bəli, Yazmışam. sıfırdır. Cisim bax, buradan bura 450 kilometr məsafədir. Cisim buradan başlayıb hərəkətə, gəlib B nöqtəsinə. Bura neçə saata gəlib? 5 saata. Sonra bir də buradan qayıdıb təzədən gəlib hala A nöqtəsinə. Aha, buranı da 4 saata gəlib. İndi uşaqlar yer dəyişməsi nəyə bərabərdir? Başladığı nöqtə A idi, sonra qayıtdı gəldi təzədən A-ya. Yer dəyişmə nəyə bərabərdir? 0-a. Onda orta sürət də nəyə bərabərdir? 0-a. Çünki yer dəyişməyə görə orta sürət S yer dəyişmə bölünsün T-dir uşaqlar. Aydındır? Ona görə 0 olur. Yola görə desəydi 900-ü böləcəyiniz 9 olacaqdı 100. Sonra, yox daha doğrusu, 900 kilometr 9-a böləcəyiniz. 47-ci suala baxaq uşaqlar. Cisimlər şəkillər kimi bir-biri ilə qayışla əlaqələndirilmişdir. A nöqtəsində xətti sürətin modulu 5 olarsa, B nöqtəsində xətti sürət. Qayışlı ötürmədə xətti sürətlər nədir? Bir-birinə bərabərdir. A-da 5 isə B-də də neçə olacaq? 5 olacaq. 5 metr bölü saniyə olarsa B nöqtəsindəki xətti sürətin modulunu hesablayın. 5 olacaq elə cavab uşaqlar. Ona görə cavab C-dir. Aydın oldu? Burada nisbi zad demir. Yox, elə xətti sürət deyir. Tamam. Düzxətli bərabər sürətlər işləyən cisimə təsir edən əvəzləyici qüvvə. Bərabər sürətlər hərəkətdirsə V konstantdırsa, əvəzləyici qüvvə nə olacaq uşaqlar? 0. Cavab olur C variantı. Aydın oldu? Əvəzləyici qüvvədə təcildə 0 olur burada uşaqlar. Başa düşə bilirik? Bəli. Cisim 30 metr saniyə sürətlə başlanğıc sürətlə şaquli yuxarı atılmışdır. Cisim 8 saniyədən sonra yerə çatırsa, cisimin getdiyi yolu metrlə hesablayın. Uşaqlar, bu sualın şərtində biraz anormallıq var. Səbəbini deyəcəm. Nədir burada səbəb? Belə deyək də, sualın şərti tam deyil. Tamam. Necə? Səhvdir müəllim, məndə bu. Necə? Deyirəm müəllim yazamadım mən bunu. Aha, sualın şərti tam deyil. Çünki niyə? 30 metr saniyə başlanğıc sürətlə şaquli yuxarı atılmışdır. Tamam, lap yaxşı. Bizə deyir ki, cisim 8 saniyədən sonra yerə çatır. Yəni uçuş müddəti neçədir? 8-dir. Və 0 neçədir uşaqlar? 30-dur. Burada ya bizə deməlidir ki, cisim müəyyən bir hündürlükdən atılıb, ya da deməlidir ki, misal üçün müqavimət qüvvəsi nəzərə alınmır və yaxud da müqavimət qüvvəsinin təsiri altında hərəkətdir. Başa düşdünüz nə demək istəyirəm? Əgər bizə desək ki, müqavimət qüvvəsi nəzərə alınmır, hava müqavimət qüvvəsi nəzərə alınmır, yalnız ağırlıq qüvvəsinin təsiri altında hərəkətdir. Bu şərti versə, deməli biz o dəqiqə bilərik ki, bu cisim müəyyən bir h hündürlüyündən atılıb da, baxın. Çünki normalda yer səthinə atılsa cisimin uçuş müddəti 6 saniyə olar da. Çünki t uçuş nəyə bərabərdir? 2v0 bölü 7-dir. Bu olardı 6. Müqavimət qüvvəsi olmasa, deməli bu mütləq hardan atılıb? Müəyyən bir hündürlükdən atılıb. Amma bizə heç birini verməyib bunu. Ona görə də sual tam deyil. Deyin bilin yəni uşaqlar. Amma indi belə deyək, müqavimət qüvvəsi 0 qəbul etsəm, yenə deyirəm, sual uşaqlar, mən burada sual düzgün deyil. Bax, şərt tam deyil də, aydın olmur şərt. Özümdən sadəcə müqavimət qüvvəsini 0 qəbul elədim. Bu zaman eləmək olar. Yəni bir h hündürlüyündən atılıb. Belə düşünün. Amma sual tam deyil. Bax, bir də deyirəm, bilin uşaqlar, 30. Sadəcə sanki belə düşünün də, müəyyən bir h hündürlüyünə atıb cisim desə, onda bu cisim neçə saniyə qalxacaq yuxarı uşaqlar? 3 saniyə. Qalxma nəyə bərabərdir? V0 bölək y. V0 bölək y. Yəni 3 saniyə qalxdı. Bəs neçə metr hündürlüyə qalxacaq uşaqlar? H maksimalla tapacam bunu. H maksimal da bərabərdir. Buranı silək də, bu lazım deyil də bizə. Bax, bu hissəni silirəm uşaqlar. Bu hissə lazım deyil də. Bu dəqiqə uşaqlar. Bax, bu hissəni heç nəzərə almır. Aha. H maksimal bərabər nəyə? V0 kvadrat bölü 2 deyil uşaqlar. 30-un atılıbsa 30-un kvadratı bölünsün 20. 45 olacaq. Deməli, bu cisim 45 metr yuxarı qalxdı. Sonra başlayır nə etməyə? Aşağı doğru düşməyə. İndi uşaqlar, neçə saniyə qalxıb bu cisim? 3 saniyə. Nə qədər yuxarı qalxdı? 45 metr yuxarı qalxdı. Problemimiz yoxdur burada. Bir h-dan atılıb. Bəs ümumi 8 saniyə getməyib uşaqlar. Onda bura nə qədər qaldı? 5 saniyə.
Başa düşdünüz uşaqlar burasını? Bəli. Aha. İndi bəs 5 saniyə bu çimin düşdüyü hündürlüyü tapsaq, sərbəst sürüdə h bərabər gt kvadrat bölü 2 deyil. 10 vurulsun 5'in kvadratı bölünsün 2. Bu da eləyir 250 bölək neçə uşaqlar? 2. 125 metr. Deməli, buradan bura qədər olan məsafə nə oldu? 125 metr. Burada nə qədər yol getdi? 45 metr. Ümumi gedilən yol onda neçə olacaq? 125 plus 45 olacaq 170 metr. Başa düşdünüzmü nə deyirəm? Amma yenə deyirəm, burada bizə deməlidir, müqavimət qüvvəsi nəzərə alınmır və müəyyən hündürlükdən atılıb. Başa düşdünüz uşaqlar? Bəli. İndi bunu yerdən götürsəydik. Yerdən götürsəydi, onda müqavimət qüvvəsinin təsiri altında hərəkət olardı. Aydındırmı? Əgər müqavimət qüvvəsi olmasaydı, bu 8 saniyə uça bilməzdi. Yerdən atılsaydı bu, müqavimət qüvvəsi yox idisə, onda bu 3 saniyə qalxıb 3 saniyə düşərdi. Amma bizə burada deyir 8 saniyə qalx bax. 8 saniyə. 8 saniyədən sonra deyir yerə düşüb. Ona görə olmaz. Başa düşdün nə deyirəm? Başa düşdüm mən. Onda müqavimət qüvvəsinin təsiri altında hərəkət olardı. Yenə deyirəm, sual tam deyil, yəni narahat olmayın. Bunu belə də səhv kimi qəbul eləməyin özünüzdə. Yazmayıbsınızsa problem yoxdur. Yaxşı. Sualın çünki şərti tam deyil, bizə verməyib tam. Sonra 50. Nə deyir bizə? Tərpənməz blok vasitəsilə çəkisi P olan cismi bərabər sürətlə 1,25 P qüvvəsi ilə qaldırılır. Bax, bu bizim tərpənməz blokumuzdur uşaqlar. Aha. Bu cismin çəkisi nə qədərdir uşaqlar? P. Bunu hansı qüvvə ilə dartıram? F bərabərdir 1,25 P. İndi uşaqlar, onda burada bir sürtünmə qüvvəsi var da. Bax. Çünki burada sürtünmə qüvvəsi varsa, var ki biz burada cismi 1,25 P ilə çəkmişik də. Əgər sürtünmə qüvvəsi olmasaydı, F nə qədər olardı uşaqlar? F olardı elə P-yə. Onda Fs-dir bu. Bəs Fs nə qədərdir uşaqlar? Baxın, F bərabər tərpənməz blokda sürtünmə qüvvəsi nəzərə alınanda cismin çəkisi üstə gələk sürtünmə qüvvəsi. Sürtünmə qüvvəsi burada nəyə bərabərdir? F çıxılsın P. Yəni 1,25 P çıxılsın P. Olacaq neçə? 0,25 P. Deməli, sürtünmə qüvvəsi 0,25 P-dir. Deyək, tərpənən blok vasitəsilə bu cismi bərabər sürətlə qaldırmaq üçün neçə P qüvvə lazımdır? Blokların çəkisi və havanın müqavimət qüvvəsi nəzərə alınmır. Hər iki blok üçün sürtünmə qüvvəsi sabitdir. Yəni tərpənən blokda da sürtünmə qüvvəsini sabit götürəcək, eyni götürəcək. İndi tərpənən blokda həmin cismi gəlin qaldıraq uşaqlar. Aha, bu F-dir. Yenə buradan bir P qədər yük astım. İndi uşaqlar, bunu yuxarıda artanda sürtünmə qüvvəsi hara olacaq? Aşağı olacaq da. İp yuxarıda gedir, sürtünmə aşağıdır. Və nə qədər olacaq? Sabitsə 0,25 P olacaq. Başa düşdük? Burada F nəyə bərabərdir uşaqlar? F bərabərdir P bölü 2 üstə gələk Fs olacaq uşaqlar. İndi buradan yazağın aşağıdan F bərabər oldu P bölü 2 üstə gələk nə? Fs. P'miz nə qədər? Belə deyək. P bölü 2 0,5 P. Sürtünmə qüvvəmiz nə qədərdir? 0,25 P'dir uşaqlar. Yaxşı, Fs bu qədərdir. Üstə gələk 0,25 P. Oxunurmu yazdığım? Bu da olur neçə uşaqlar? 0,75 P. Onun görə cavab olur C variantı. Aydın oldu uşaqlar? Bəli. Dəqiq. Kimdəsə qaranlıq qalmadı? Deyir müəllim. C variantı. Qüvvədən neçə dəfə qazanırıqsa, məsafədə o qədər dəfə itiririk. Bu hansı qaydadır? Mexanikanın qızıl qaydasıdır. İşdə heç bir qazanc yoxdur. Saatın 5 sm uzunluqlu saat əqrəbi 6 saat ərzində nə qədər yer dəyişmə icra eləyər? Bax, saatın 5 sm uzunluqlu saat əqrəbi. Əqrəbin uzunluğu hər zaman onu cızdığı çevirən radiusudur. Yəni, burada çevirən radius nə qədərdir? 5 sm. Cavablar santimlə da ona görə çevirmirəm. Saatın saat əqrəbinin döyüşmə periyodu nə qədərdir uşaqlar? 12 saatdır. Tamam. Zamanı bizə neçə saat verib? 6 saat. Saat. Onda zaman periyodu neçədə biridir uşaqlar? 2də biri deyil. 2də 1 t-də gedilən yol nəyə bərabər idi? 2 pi vuraq deyirdik periyodun qarşısındakı əmsalda, yəni pi oldu da uşaqlar. Xatırladıq, çevrədə keçmişdik bunu. Bəli. P'imiz 3,
Ha, yer dəyişmə deyir bizə uşaqlar. Hə, üzürlüsən, yer dəyişmə deyir. Mən elə bilirəm yol deyir. Bağışlayın. Yerdən 2-də 1 götür. t-də yer dəyişmə nəyə bərabərdir uşaqlar? 2 yerə bərabərdir. Yer dəyişmə deyir. Tamam. 2-də 1 t-də yer dəyişmə 2 yerə bərabərdir uşaqlar. Baxın, yəni bu deməkdir. Cisim tutaq ki, A-dan başlayıbsa, periodun yarısında hara gəlməlidir uşaqlar? Və A-dan başlayıb hara gələcək? B-yə gələcək. Bura er, bura deyildi. Onda 2 erdir. 2 vurulsun neçə uşaqlar? 5. Olacaq neçə? 10 santimetr. Cavab olacaq A variantı. Aydındır? Sonra 53. Deyir ki, x bərabərdir -20 plus 5t çıxar 0,5t kvadrat qanunlar eşitlən cismin tormuz S tormuz bərabərdir V0 kvadratı bölək 2 adım. Bir dəfə teorem alanda bizə surət verir. Bu da bir dəfə teorem alanda nə olur? X-in törəməsi, yəni -20 üstəgələk 5t çıxaq 0,5t-nin kvadratının törəməsi uşaqlar. -20-nin törəməsi 0, 5t-nin törəməsi bunun üzərində 1 var. 1 vurulur 5-ə, 5 olur. 5 çıxılsın. 2 keçir qarşıya buradan 0,5t kvadratının törəməsində. 0,5 vurulsun 2, t üstü 2 çıxaq 1. O da 1 eləyir, yazılmır. Bu da oldu 5 çıxaq t. Bax, v buna bərabər oldu. Deməli, başlanğıc sürət neçədir? 5-dir. Gətirib yerinə qoyuram 5-i. İndi bu v-dən də bir dəfə törəm alanda təcili verir. Yəni v-nin törəməsi. 5 çıxaq t-dən törəm arsız. Bu da olur neçə? 5-in törəməsi 0, t-nin törəməsi -1. 0 çıxaq 1. Oldu -1. A -1-dir. Mənfi nəzərə almıram. 2 vuraq 1. Ədədi qiymətcə baxdım. 5-in kvadratdır bu da. 25 bölək 2. Bu da oldu 12,5. Və yaxud da bax bu tənlikdə tək duran x0-ı, t-nin qarşısında duran v0-ı, t kvadratın qarşısında duran əmsalın 2 misli a-nı verir. 0,5-in 2 misli uşaqlar -1 eləyir də. Qarşıda da mənfi var, -1 olacaq. Başa düşdük? 54. Sonra çevrə üzərə 10 kökaltı 2 metr saniyə sürətlə hərəkət edən cisim t bərabərdir 4-də 7 t müddətinə surətin dəyişməsinin modulunu hesablayın. Uşaqlar, bu düzgün olmayan kəsirdir. Düzgün olan kəsirə çevirəsi 1,4-də 3 t-dir. Bu tam hissəni nəzərə almırıq. 4-də 3 t-də delta v bərabərdir kök altda 2 v deməkdir uşaqlar. Yaxşı. İndi uşaqlar, surətin dəyişməsi kök altda 2 v. Çevrə üzərə sürət nə qədər veriblər? 10 kök altda 2. Onda yazacağım kök altda 2 vurulsun 10 kök altda 2. Bu da olacaq neçə uşaqlar? 20. Başa düşdük? Aydın oldu mu? Bəli. Sonra 55. X oxun əksi istiqamətində düz xətli azalan təcillə yavaş hərəkət edir. X oxun əksinədirsə uşaqlar, surət mənfidir. Tamam. Və bizə deyir ki, x oxun əksi istiqamət düz xətli azalan təcillə. Yəni təcil azalmalıdır, bu birinci qaydamız. Yavaşlayan hərəkət edir. Yavaşlayan hərəkətdə surətlə təcilin işarəsi nə olurdu? Əks olurdu. Surət mənfidirsə təcil nə olmalıdır? Müsbət. Deməli, mənim qrafikim harda olmalıdır? T oxundan yuxarıda olmalıdır. Bir də oxuyağın. X oxun əksi istiqamətindədir. Surət mənfidir. Düz xətli azalan təcillə yavaşlayan hərəkət edir. Bax, yavaşlayan. Surət mənfidirsə təcil müsbət olmalıdır. Bax, biz yavaşlayan hərəkətdə deyirik ki, surətlə təcilin işarəsi əks olanda yavaşlayan olur. Surət mənfidirsə təcil müsbətdir. Deməli, qrafik T oxundan yuxarıda olmalıdır. 3-ü götürənməliyik, 5-i də götürənməliyik. Atdıq qırağa. Və azalan təcillə. Təcil azalmalıdır. 2-də fikir versəz, təcil sabitdir. Bu da olmaz. Onda 1 olacaq. Təcil azalır və müsbətdədir. 4 də olacaq. Təcillə qüvvə eyni olur da uşaqlar. Ona görə 1, 4. Başa düşdük? Gəldik hara? 56. Mail müstəvi boyunca sürtünməsi sürüşən cisim neçə saniyə sonra A nöqtəsindən B nöqtəsinə çatar? Sürtünmə qüvvəsi yoxdur. Adam B-yə çatmağını istəyir. Bizə 40 sm yol gedir. Sürtünməsi sürüşən cisim neçə saniyədən sonra A nöqtəsindən B-yə çatar? Uşaqlar, bunun getdiyi yola baxsaz, getdiyi yol nə qədərdir? 40 sm-dir. Bax, gedilən yol 40 sm. Yəni 0,4 metrdir. Digər tərəfdən uşaqlar, sürtünməsi sürüşür bu cisim. Mail müstəvi üzərində sürtünməsi sürüşən cisim aşağı doğru mg sinüs alfada artır da bunu. Bunun təcilini tapsam uşaqlar, MA bərabərdir nəyə? MA bərabərdir J sinus alfaya. MG sinüs alfaya daha doğrusu. Bir dəqiqə uşaqlar.
M7 burada M də yazaq. M-a bərabərdir mg sinüs alfa. Bu m-lər buradan ixtisarlasam a nəyə bərabər olur? J sinüs alfa. Bəs sinüs alfanın yerinə nə yazacağım uşaqlar? Qarşı katet bölünsün ipetonuz deyil. Onda nə yazaram? J vurulsun. Sinüs alfanın yerinə yazaram uşaqlar. 20 bölünsün 40. Yəni 10 vurulsun 2-də 1. Təcilimiz neçə oldu? 5. Boyunca sürtünməsi sürüşən cisimdir. Bizdən zamanı soruşur uşaqlar. Getdiyi yol 40 santimetrdir. Yol bərabər nəyə uşaqlar? AT kvadratı bölü 2. S-in yerinə L yazıram. T'yi buradan tapsam kökün altında 2L bölək A yazaram uşaqlar. 0,4 vurulsun 2 bölünsün 5 yazıram burada. Bu da bərabərdir uşaqlar. Deməli santimdə 0,4 eləyir. 0,8 bölünsün neçə uşaqlar? 5 kökün altında. 0,8-i 5-ə bölündə neçə düşür uşaqlar? Baxağım bura. T bərabərdir. 0,8-i 5-ə bölündə 0,16 eləyir. Oradan neçə çıxır? 0,4. Deməli 0,4 saniyə adam B-yə çatar. Aydın oldu uşaqlar. Bəli. Sonra uyğunluğu müəyyən edin. Kütləsi 20 kiloqram olan cisim A bərabər J, daha doğrusu J bərabər 10 metr saniyə kvadratı, sinüs 60 dərəcə verir kosinüs. Üfüqi səthdə sükunətdə kütləsi 20 kiloqram olan cisim verilib. Hə. Tamam. Üfüqi səthdə sükunətdədir. Meyl bucağı 60 dərəcə olan mal müstəvi üzərində sükunətdədir. Yəni 2 dənə səth veriblər bizə. Bu cisim kütləsi 20 kiloqramdır. Bir dəfə üfüqi səthdə sükunətdədir 20 kiloqramlıq cisim. Bir də mail müstəvi üzərində sükunətdədir uşaqlar. Aha. 60 dərəcə bucaqdır burada. Burada sükunətdə qoymuşuq. Durub burada cisim. İndi reaksiya qüvvəsi 200 newtondur. Baxın, burada reaksiya qüvvəsini tapsam, bunu aşağı doğru dartan nədir? Mg ağırlıq qüvvəsi deyil. Mg neçə olacaq? 200 newton. Reaksiya qüvvəsi nə qədər olacaq? 200 newton. Deməli, reaksiya qüvvəsi 200 newton. Bir də sərbəst düşür. Üçüncü halımızda var. 3 dənədir. Bu birinci, bu ikinci. Üçüncü halımızda da sərbəst düşür deyir cisim. Bax, bu cisim 20 kiloqramlıq cisim sərbəst düşür. A bərabər J təcilindən düşür aşağı. Üçüncü hal da budur. Tamam, 3 dənə hal veriblər bizə. İndi bunlara uyğun gələcək. Variantlar seçirəm. Sərbəst düşmədə təbii ki, reaksiya qüvvəsinə söhbət gedə bilməz. Çünki dayaq yoxdur ki, orada bir təsirləsin. Aha. Reaksiya qüvvəsi 200 newtondur. O gələcək üfüqi səthdə sükunətdədir. Bir aya. Meyl bucağı 60 dərəcə. Reaksiya qüvvəsi. Bax, burada reaksiya qüvvəsi nəyə bərabərdir uşaqlar? N bərabərdir mg kosinus alfaya. Yəni kosinus 60 dərəcəyə uşaqlar. Dəqiqə səlqəli yazaq bunu. Kosinus 60 dərəcə. Bu da bərabərdir 20 vuraq 10. Kosinus 60-da bizə veriblər uşaqlar 2-də 1. Vuraq 2-də 1. Bu da eləyir 100. Reaksiya qüvvəsi 100 newtondur. Mal müstəvi üzərində olacaq. Buna da gəlir C. Reaksiya qüvvəsi 0-dır uşaqlar. Sərbəst düşmədə reaksiya qüvvəsinə söhbət getmir. Bu da olur. 3-ə də gəlir D variantı. 1-ə A, 2-yə C, 3-ə də D. Başa düşdük. Sonra 58. 5 km kütləli cisim F qüvvəsinin təsiri ilə üfüqi istiqamətdə hərəkət etdirilir. Cismin aldığı təcil 2 olarsa F qüvvəsi modulunu hesablayın. İlk öncə nəyə baxacaq uşaqlar? Bu qüvvəni 2-dən proyeksiya ayırırıq. Biri fx-dir. Fx f vuraq kosinus alfadır. Biri də fy-dir uşaqlar. Bitişik katet hər zaman f kosinus alfadır. Yəni petonuz vurulsun kosinus alfadır. Kosinus 60 dərəcə yazacağım buna. Bu isə fy isə qarşıdakı katetdir. Baxın, bunu olduğu kimi gətirib bura qoysam qarşıdakı katet olur. Bucağın qarşısındakı katet isə petonuz vurulsun sinus alfa olacaqdır. Sürtünməni də nəzərə almamışıq. Tamam. Sürtünmə qüvvəsi də yoxdur uşaqlar burada. İndi təcilimiz neçədir? 2-dir. Yaxşı. İndi uşaqlar buna üfüq istiqamətdə təcil verən hansı qüvvədir? Fx deyil, sürtünmə yoxdur özdə. Baxın, sürtünmə 0-dır. Fs 0-dır. Buna x-ox belə deyək, üfüq istiqamətdə dartan qüvvə bu fx uşaqlar. Onda təcil verən qüvvə də fx-dir.
Onda yazırıq fx bərabərdir m aya. Tamam. Kütlə də 5 kiloqramdır. İndi uşaqlar təcrübimiz neçədir? 2-dir. Gəlin fx-i tapağım buradan. M-a 5 vurulsun 2. Oldu 10. Fx-imiz 10'dur. Fx 10'dursa fx nəyə bərabərdir? F kosinus 60 dərəcə deyil uşaqlar. Buradan biz f'i tapsaq, f nəyə bərabər olur? Fx bölək kosinus 60 dərəcəyə. Fx-imiz 10, kosinus 60 dərəcəni də bizə verdilər 2-də 1. Bölək neçə uşaqlar? 2-də 1. Bu da olacaq 20. Deməli bu F qüvvəsi neçə newtonmuş? 20 newtonmuş. Aydın oldu uşaqlar. Bu şəkildə də yazmalısınız. Başa düşdük? Bəli, müəllim. 59-a baxaq indi uşaqlar. Baxın, bizə nə deyir biz burada? Blokun çəkisi və sürtünmə nəzərə alınmırsa, cisimə təsir edən qüvvə vektorları göstərməklə F qüvvəsinin modulunu hesablayın. Hə. İndi uşaqlar, eyni ipdə eyni gərilmə qüvvəsi yaranır da. Bunu bilirik də yəqin ki. Bax, fikir versəz, bu bütöv bir ipdir uşaqlar. Eyni bütöv bir ipdə eyni gərilmə qüvvəsi yaranmalıdır. Baxın bura. Buranı F ilə dartıramsa, bura nə olacaq? Burada F olacaq, burada F olacaq. Bura qədər problemimiz yoxdur. İndi uşaqlar, bax buna fikir versəz, bax buranı. Bu blok neçə F yuxarıda artır? 2 F artmır. Onda burada yaranan gərilmə qüvvəsi uşaqlar neçə olacaq? 2 F olacaq da. Bax burada da neçə olacaq? 2 F. Aydındır uşaqlar. Buna aşağı doğru da artan hansı qüvvədir? Mg ağırlıq qüvvəsidir. Yəni 30 vurulsun 10'dur. 300 newtondur. Başa düşdük burasını uşaqlar. İndi fikir verin uşaqlar. Bax bu cisimi tarazıda saxlayan hansıdır? Bir bu ipdir, bir də bu ipdir da. Yuxarı dartan iplərə baxsam, ya bunlara görə götürəcəyik, bu ikisinə görə, ya da elə buna görə baxa bilərik. Baxın bura. Bu F-dir, bu F-dir, bir də bu F-dir. Aydındır? Bax, heç buranı yazmasazdı deyə bilərsiniz əslində. Yazmaq da olar, heç bir problem yoxdur. Bax, yuxarı dartan qüvvə hansıdır? Biri budur, biri budur, biri budur. Tamam, 3 dənə F yuxarıda artırmı? Onda yazırıq 3F bərabər neçə uşaqlar? 300 newtona. F nəyə bərabərdir? 300 bölünsün 3'ə olacaq 100 newton. Aydın oldu uşaqlar. Bəli. Başa düşdünüzmü? 60. Düz xəttlər işləyən cisim 0 T1 müddətinə OX oxun əksinə bərabər sürətli. T1 T2 müddətində isə bərabər yavaş hərəkət icra etmişdir. Verilənlərə uyğun olaraq yol zaman qrafikini çəkin. Yol bilirik ki, hər zaman nə olacaq? Müsbət olacaq. Yəni, istəyir X ox istiqamətində olsun, istəyir X oxun əksinə fərqi yoxdur. Yol müsbətdə olur və heç vaxt azala bilməz, artır həmişə. Düz xəttlər şiddətlən cisim 0-dan T1 müddətinə qədər, bax, bura bir T1 deyəyin, OX oxun əksinə. OX oxun əksinə olsa belə, yol mənfi dolanmaz axı, müsbətdə götürürəm. Necə hərəkət edib uşaqlar? Düz xəttli bərabər sürətli. Bax, belə olacaq. Bir dəqiqə. Bax, belə çəkəcək qrafik. Tamam. Bir dəqiqə bu. Ayrı oldu. Sonradan çəkəndə ayrı olur uşaqlar. Bir dəqiqə. Bax. T1-ə qədər də belə düşünəyin uşaqlar. T1-ə qədər necə hərəkət edib bu? Bərabər sürətli. Belə olmalıdır. Yaxşı. Sonra T1-dən T2 müddətinə qədər, burada T2 müddəti olsun. Bərabər yavaşlayan. Yavaşlayan hərəkətdə yol zaman qrafiki, baxın uşaqlar, belə olur. Kökaltı qrafiki. Kökaltı qrafikinə bənzəyir. Azalmır ha uşaqlar, bax belə. Bu şəkildə olacaq. Burada biraz səlqəsiz çəkdim mən. Ruçka ilə yaxşı çəkmə olur da. Bax belə. Kökaltı qrafik olacaq uşaqlar, belə. Aydın oldu. Kökaltı düz kimi də. Bax, yolu belə çəkənmər ya uşaqlar, belə olmaz. Yol azala bilməz. Daimi artmalıdır. Ona görə qrafikimiz belə olacaq. Yaxşı uşaqlar. Bəli, müəllim. Zeynəb, Həsən, buradasınız siz.